Salam, 16-cı kimya dərsimizə başlayırıq. Mövzumuzun adı isə belədir: distillə və xromatoqrafiya üsulları. Distillə üsulu iki hissəyə bölünür: sadə distillə və fraksiyalı distillə. Əvvəlcə sadə distillə haqqında danışaq. Sadə distillə üsulunda bərk plus maye halda olan qarışıqları ayırırlar. Yəni, qarışığın tərkibində biri bərk olmalıdır, bərk aqreqat halda olmalıdır, digəri isə maye aqreqat halda olmalıdır. Misal üçün, duz üstəgəl su. Duz bərk haldadır, su isə maye haldadır. Və sadə distillə üsulunda eyni cinsli olmalıdır, yəni homogen qarışıqlar ayrıla bilər. Ümumiyyətlə, distillə üsulu homogen qarışıqların ayrılma üsuludur. Sadə distillə üsulunun qurğusu bu şəkildədir. Aşağıda bir kolba götürsək, bu kolbanı belə deyək də, ştativə bağlamaq üçün bir hissə olur, yəni kolba aşmasın deyə. Bunu ştativə bağlayırıq. Üzərində isə termometr qoyulur. Daha sonra isə bu kolbanın bir tərəfindən şüşə boru keçirilir. Buradan şüşə boru keçirilir. Bunun üçün bir hissəsini silək, yəni burada da qoy çaşdırmasın bizi. Deməli, burada şüşə boru keçirilir. Və burada soyuducu hissə olur. Soyuducu hissədə də bu şəkildə çəkək, soyuducu hissə. Və soyuducu hissənin də bu şəkildə bir hissəsi var, yəni çöl tərəfində də boru var. Buradan soyuq su daxil edilir. Misal üçün, buradan soyuq su daxil edilir. Və buradan soyuq su keçir, buradan da xaric edilir soyuq su. Soyuq su deyəndə, yəni bunun içərisinə isinmiş su artıq ilıqlaşır, yəni istiləşir və digər tərəfdən xaric edilir. Daha sonra isə digər tərəfdə də qab qoyulur. Hər hansı bir kolba və ya qab qoyula bilər. Bu, ümumilikdə sadə distillə qurğusu hesab eləmək olar. Təbii ki, bunların hamısı ştativə bərkidilir. Aşağıda isə spirt lampası qoyulur. Proses belə gedir. Təsəvvür edək ki, bu kolbanın içərisində duz və su qarışığı var. Duz üstəgəl su qarışığı var. Gördüyümüz kimi duz su qarışığı bərk maye aqreqat haldadır, bir-birində həll olan, yəni eyni cinsli homogen qarışıq əmələ gətirmişdir. Bu zaman prosesin gedişi necə olacaq? Spirt lampasını yandırdıqda istilik verir. İstiliyin təsiri nəticəsində buradakı qarışıq buxarlanmağa başlayır. Su tədricən buxarlanır. Buxarlanan zaman bu borudan keçir və burada bildiyimiz kimi dedik ki, burada soyuq su daxil olur, burada dövrilir və buradan xaric olur. Təbii ki, buxarlanmış isti su ilə soyuq su arasında istilik alış-verişi olur. Nəticədə həmin o buxar kondensasiya olur, tədricən damcı-damcı digər qaba tökülür və digər qabda toplanır. Nəticədə buradakı soyuq, belə deyək də, buradakı su buxarlandığı üçün tədricən digər qaba keçir, burada toplanır və burada sırf distillə olunmuş saf su əmələ gəlir. Müəyyən müddət buxarlanma prosesi getdikdən sonra suyun hamısı buxarlanır və yerdə təkcə duz qalır. Beləliklə, duz və su bir-birindən ayrılmış olur. Burada görürük ki, temperatur fərqinə əsaslanır. Yəni, su birinci buxarlandığı üçün burada tamamilə kənarlaşır, yerdə isə sadəcə olaraq duz qalır. Bəs fraksiyalı distillə üsulunun xüsusiyyətləri nədir? Fraksiyalı distillə üsulunun sadə distillə üsulundan fərqi maye-maye qarışıqların ayrılmasıdır. Maye üstəgəl maye. Yəni, sadədə bərk maye, fraksiyalıda isə maye-maye. Yəni, hər iki maddənin aqreqat halı maye halında olmalıdır. Misal üçün, biz spirt üstəgəl su məhlulunu götürək. Spirt su məhlulu da eyni cinslidir. Yəni, biz burada yağ su götürə bilmərik, çünki o müxtəlif cinslidir. Burada əsas şərt, ümumiyyətlə, distillə üsulu homogen qarışıqları ayırmaq üçündür. İstər sadə olsun, istər fraksiyalı. Spirt və su homogen qarışıq əmələ gətirir, deməli, birinci şərti ödəyir. İkincisi də hər ikisi maye haldadır. Bu zaman biz onu sadə distillə qurğusuna ayırt edə bilmərik. Səbəb nədir? Təsəvvür edin ki, biz spirt su məhlulunu bura töksək, bu zaman buxarlandırdığımız vaxt həm spirt buxarlanacaq, həm də su buxarlanacaq. Digər qaba da hər ikisi töküləcək. Yaxşı, ayırma üsulunun da mənası odur ki, gərək tərkibindəki maddələri iki fərqli hissəyə böləsən. Əgər eyni ilə qalacaqsa, onda bir mənası varmı? Təbii ki, yox. Onda biz nə etməliyik? Fraksiyalı distillə qurğusuna istifadə etməliyik. Fraksiyalı distillə qurğusunu biz təqribən bu şəkildə çəkə bilərik. Yenə də bir ştativ qoymalıyıq. Biraz kobud çəkildi, bir dəqiqə.
bir ştativ qoyuruq və ona yenə kolba bərkidirik. Kolbanın bir hissəsi, burada termometr hissəsi daha vacibdir. Buradakı termometr hissəsi daha vacibdir, nəinki sadə distillə qurğusunda. Daha sonra yenə aşağısından spirt lampası qoyuruq və həmin o, belə deyək də, onun qarşısında soyuducu hissəyə keçirilir. Soyuducu hissədə bayaq biz göstərmişdik. Təqribən bu şəkildə boru özü xaric olur bu şəkildə və bunu da bir çöl hissəsindən də başqa bir boru birləşdirilib. Buradan soyuq su daxil olur və dövrilir, yenə buradan xaric olur və bu soyuq suyun burada daxil olmasının əsas məqsədi, yəni burada həmin o kiçik borunu soyutmaqdan ibarətdir. Yəni əsas məqsəd odur və digər qaba tədricən damcı-damcı toplanacaq. İndi buradakı əsas fərq nədir? Buradakı sadə distillədən əsas fərqi buradakı hissədə şüşə kürəciklərin olmasıdır. Onu fərqli rənglə göstərək. Şüşə kürəciklər var burada. Yəni xırda-xırda balaca şüşə kürəciklər olur. Əsas fərq bundan ibarətdir. Təsəvvür edək ki, yenə biz misal üçün spirt və su qarışığını bura tökdük. Spirt və su qarışığı. Bunlar maye eyni cinsli qarışıqdır. Daha sonra spirti biz spirt lampasını yandırdıq. Spirt lampasını yandıran zaman təbii ki, buradan müəyyən bir temperatur əldə olunur və kolba isinməyə başlayır. Onun daxilindəki spirt su qarışığı da başlayır buxarlanmağa. Buxarlanan zaman həm spirt buxarlanır, həm su buxarlanır. Spirt 78 dərəcədə qaynayır, su isə 100 dərəcədə qaynayır. Buxarlanandan sonra spirt daha aşağı temperaturda qaynadığı üçün daha uçucu maddədir. Ona görə də həmin o şüşə kürəciklərin arasından çıxır və kolbanın, belə deyək də, soyuducu boruya daxil olur, sonra kondensasiya olur, tökülür digər qaba. Amma su isə, su 100 dərəcədə qaynadığı üçün daha az uçucudur. Ona görə də şüşə kürəciklərin arasından keçəndə tədricən, belə deyək də, keçə bilmir digər tərəfə və tədricən soyuyur, yenidən geri qayıdır. Yəni prosesi biz belə ümumiləşdirə bilərik. Təzədən bir daha çəksə, burada şüşə kürəciklər var, sanki onlar maniyələrdir. Qapıda duran maniyələr kimi baxa bilərik. Spirt, buradan indi fərqli rəngini götürək. Spirt burada daha uçucu olduğu üçün keçir digər hissəyə. Amma su isə daha az uçucu olduğu üçün həmin şüşə kürəciklərə dəyir. Tədricən soyuyur, kondensləşir və yenidən geri qayıdır. Nəticədə spirt burada tamamilə kənarlaşır, gedir digər qaba, su isə qalır qabda. Su bu tərəfdə, spirt isə digər tərəfdə ayrılmış olur. Və biz burada termometrin göstəricisine daimi baxırıq. Spirt buxarlandığı müddətdə təqribən 78 dərəcədə qalır. Elə ki 78 dərəcədən çoxaldı, məsələn oldu 80, 85, 90, 100 dərəcə, artıq bilirik ki, spirt tamamilə buxarlanıb, yerdə su qalıb. Deməli, fraksiyalı distillə də bir-birində həll olan mayələrin qaynama temperaturları müxtəlifine əsaslanır. Məsələn, 78-100 kimi. Və təbii ki, burada qaynama temperaturu bir-birindən kəskin fərqlənmir. Az fərqlənir. Yəni, biri daha yüksək, belə deyək də, məsələn, necə 78 ilə 100 arasında 22 dərəcəlik fərq olduğu kimi kəskin fərqlənməyən və həll olan maddələrin ayrılmasında istifadə olunur. Xromatoqrafiya üsulu özü də bölünür. Bir neçə üsulu var. Ümumiyyətlə xromatoqrafiya geniş sahədir. Sadəcə məktəb dərsliklərində belə deyək, qısalmış şəkildə az bir hissəsi öyrənilir. Deməli, xromatoqrafiyanın 7-ci sinif dərsliyində öyrənilən hissəsi kağız xromatoqrafiyasıdır və əlavə material kimi kalon xromatoqrafiyası verilir. Əvvəlcə başlayaq kağız xromatoqrafiyasından. Kağız xromatoqrafiyasını öyrənməmişdən qabaq bir neçə praktik misal göstərək. Deməli, filtr kağızı nədir? Yəni, içərisində balaca mikro, belə deyək də, deşiklər olur. Ondan, məsələn, biz istifadə edirik, ayrıcı qıfda istifadə edirik. Məsələn, qıfın içərisində o filtr kağızını qoyanda, tutaq ki, məsələn, qum su qarışığını tökəndə su gedirdi, amma qum yığılıb qalırdı onun üzərində. Yəni, həmin o mikro deşiklərdən keçə bilmirdi. Yəni, filtr kağızının içərisi məsaməlidir. Qısacası biz bu şəkildə qavramalıyıq. İndi isə filtr kağızının içərisinə mərkəzinə qara rəngli bir məsələn maye töksək, bilir ki, qara rəng demək olar ki, bütün rənglərin belə deyək də qarşılamasından qara rəng əldə eləmək olur. Qara rəngin müəyyən bir tonun əldə eləmək mümkündür. Daha sonra bir qədər qurumağını gözləyəndən sonra həlledici əlavə eləsək, tədricən bu qara rəngli maye tədricən başlayır
müəyyən belə deyək də təbəqələr əmələ gətirir. Məsələn, 3 dənə təbəqə əmələ gətirir. Tutaq ki, göy rəngli təbəqə, qırmızı rəngli, yəni belə deyək, magenta rəngli təbəqə, bir də sarı rəngli təbəqə əmələ gətirir. Bu onu göstərir ki, həmin o qara rəngli maddə 3 fərqli maddədən ibarətdir. 3 fərqli maddənin qarışığından ibarətdir. Bu ön məlumatı verəndən sonra indi kağız xromatoqrafiyası nədir və necə istifadə olunur, o barədə ətraflı danışaq. Təsəvvür eləyək ki, məsələn, bir qab var. Bir qabın içərisində məsəl üçün A və B maddələri var. İndi bu maddələri hər hansı bir maddə kimi götürə bilərsiniz. Məsələn, su və hər hansı bir maddənin qarışığı kimi bunu təsəvvür etmək olar. A və B maddələri tökülür bu qabın içərisinə və biz onun içərisinə filtr kağızı, həmin o filtr kağızına da biz hansı ki üzərində belə deyək də izlər buraxıldıqda, artıq rənglər olduqda biz ona deyirik xromatoqram. Xromatoqramdan salırıq. Məsələn, təsəvvür elə ki, bu xromatoqramdır, yəni filtr kağızıdır. Filtr kağızını salan zaman necə ki, məsələn, hər hansı bir salfeti biz mayeyə daxil etsək, orada maye görər ki, sürətlə hərəkət edir yuxarıya doğru. Eyni zamanda burada da həlledicinin içərisindəki həmin o maddələr hərəkət edəcək. Amma görəcəyik ki, tutaq ki, məsələn, bu A maddəsi göy rəngdə olsun, B maddəsi isə məsələn qırmızı rəngdə olsun. Görəcəyik ki, bir-birinə fərqli sürətlə hərəkət edir. Misal üçün, göy rəngli A maddəsi daha yüksək sürətlə hərəkət edəcək olacaq yuxarıda. Qırmızı rəngli B maddəsi isə daha aşağı sürətlə hərəkət edəcək və nəticədə bir-birinə ayrılmış olacaq. Yəni bunlar bir-birinə qarışıq şəklində idi və bir-birindən ayrıldı. Yəni iki təbəqə şəklində bir-birinə görürük ki, ayrılır. Bu üsulla da maddələri bir-birinə ayırmaq olar, amma adətən bu üsulda maddələri ayırmaqdan çox analiz etmək işində daha çox istifadə olunur. Yəni analiz edilir və müəyyənləşdirilir ki, tutaq ki, qarışığın tərkibində A maddəsi var, B maddəsi var, C maddəsi var və s. İndi bunun tətbiqin izah eləyəndə mən ətraflı daha izah eləyəcəm. Yəni tətbiqin öyrənəndə görəcəyik ki, harda daha çox istifadə olunur. Nəticədə bunlar bir-birindən ayrılmış olur. Bu kağıza deyirlər xromatoqram, bu üsulla da deyirlər kağız xromatoqrafiyası. Kolon xromatoqrafiyası nədir? O da xromatoqrafiyanın bir üsuludur. Onda sadəcə kolondan istifadə olunur. Kolonun içərisində, kolon da sanki ayırıcı qıfa bənzəyir, aşağısında yenə krant var, içərisində də adsorbent doldurulub, yəni bərk adsorbent doldurulub. Və bunu biraz uzadaq. Təsəvvür elə ki, hər hansı bir qarışıq töküldü bura. Qarışıq töküləndən sonra üzərinə bir də həlledici tökülür. Sonra isə məsələn onun da tərkibində tutaq ki, 2 dənə maddə var. Bir qırmızı rəngli A maddəsi olsun, bir də ağ rəngli B maddəsi olsun. A maddəsi təsəvvür eləyək ki, daha güclü adsorpsiya olunur. Yəni tutulub saxlanılır sanki bunun içərisində. Onda o müəyyən tutaq ki, sürətlə hərəkət edir, gəlir məsələn burada təbəqə əmələ gətirir. Amma B maddəsi isə daha zəif adsorpsiya olunur. O sürətlə hərəkət eləyəcək. Sürətlə hərəkət etməsi nəticəsində daha çox məsafə qət edəcək, məsələn daha aşağıya qədər düşəcək. Nəticədə biz aşağıdan qab qoysaq, birinci növbədə B maddəsi damcı-damcı töküləcək. Həmin vaxtda hələ qırmızı maddə yavaş-yavaş gəlir. Bütün B maddəsi qutarandan sonra qırmızı maddə yavaş-yavaş gələcək. Məsələn, təbəqə əmələ gətirəcək. Sonra isə onu da başqa bir qaba tökəcəyik. Deməli, burada biz görürük ki, sanki müxtəlif sürətlə udulmasına əsaslanır. Ümumiyyətlə, xromatoqrafiya üsulu adsorpsiyaya əsaslanır. Adsorpsiya. Adsorpsiya nədir? Adsorpsiya sorulma deməkdir. Bir növ sorulma, hopdurma və bu mənaları ifadə deyə bilərik. Ondan sonra adsorpsiya əsaslanır və burada müxtəlif sürətlə hərəkətin biz belə təsəvvür eləyə bilərik. Təsəvvür eləyək ki, məsələn bir qabın içərisində məsələn zərrəciklər var. Məsələn tutaq ki, qara rəngli zərrəciklər var, ağ rəngli zərrəciklər var. Bunlar bir-birinə qarışıq haldadır. Adsorpsiya üsulunda sanki müəyyən bir sürətlə hərəkət edir. Tutaq ki, qara rəngli zərrəciklər daha sürətlə hərəkət edir, ayrılır qarşıda. Ağ rəngli zərrəciklər isə daha az adsorpsiya olunur, yəni daha doğrusu güclü adsorpsiya olunur və daha zəif sürətlə hərəkət edir və nəticədə bunlar bir-birindən ayrılmış olur. Bir daha deyirik, xromatoqrafiya üsulu adsorpsiyaya əsaslanır, yəni udulmaya, sorulmaya, bu kimi mənaları gəlir və daha sürətlə adsorpsiya olunan maddə, daha güclü adsorpsiya olunan maddə və daha zəif adsorpsiya olunan maddələr var. Daha güclü hopulan, udulan maddə
saxlanılır, zəif sürətlə hərəkət edən maddə saxlanılır, amma güclü sürətlə hərəkət edən maddə isə xaric olunur. Bunu biz əleyhqazlarda tətbiqin müşahidə edə bilərik. Məsələn, əleyhqazda da biz nə edirik? Tutaq ki, yanğın söndürənlər, yəni fövqəladə belə deyək də əməkdaşları, orada əleyhqazda müəyyən bir absorbent qoyulur və o tüstünü saxlayır, amma məsələn, tutaq ki, oksigeni saxlamır, daha rahat keçirir. Və yaxud da bir misal da göstərək. Tutaq ki, bir qarışığın içərisində yenə A və B maddəsi var. Şərti olaraq bir dənə adsorbent götürürük. Həmin o adsorbent, məsələn, A maddəsini daha yaxşı sorur, canına hopdurur, belə desək, B maddəsini isə yox. Və beləliklə qabda A maddəsi sorulur, qabda təkcə B maddəsi qalır və bunlar bir-birindən ayrılır. Amma bundan ayırmadan daha çox analiz üsullarında istifadə olunur. Yəni, indi biz bunun tətbiqinə baxsaq, haralarda tətbiq edilir? Mövzunun sonunda da kitabımızda göstərilir. Müxtəlif analiz üsullarında, ekspertiz üsulunda, peyvəndlərin hazırlanmasında və s. tətbiq olunur. Misal üçün, tutaq ki, içkilərin analizində, qidaların analizində, hətta orada baş vermiş müəyyən cinayət, tutaq ki, məsəl üçün, hər hansı bir cinayət hadisəsi baş veribsə, cinayət məhkəmə ekspertizasında, peyvəndlərin hazırlanmasında və digər işlərdə də xromatoqrafiya üsulundan istifadə olunur. Beləliklə, bu dərsimizdə distillər, sadə və fraksiyalı distillər üsulları və xromatoqrafiyada kağız xromatoqrafiyası, kalon xromatoqrafiyası və onun tətbiqi haqqında qısa danışdıq. Sağ olun, növbəti dərslərdə görüşənədək.